أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين أما بعد Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuh. Değerli Müslümanlar, insan həyatı, bütün yaşadıkları əlbəttə ki, Allah yanında qeydə alınmışdır. Yəni, insan həyatının elə bir hissəsi yoxdur ki, o yazıdan kənarda qalsın. Buna dini terminolojiyada qədər deyilir, qədər. Yəni, hər bir müsəlman iman etməlidir ki, mənim qədərim Allaha məlumdur, qeydə alınmışdır. O yazılan qədər hökmən yaşanır. Amma biz, hər bir insan qədər mövzusunda məlumatsızdır. Qədər barəsində çox cüz'i məlumatlarımız vardır. Amma unutmayın, Allahın Rəsulunun ən azığı gəldiyi bölümü idi ki, bu barədə çox sual verəndə qəzəblənərdi. Şər'i məsələlərdən nə qədər soruşsan yorulmadan cavab verərdi və sevinərdi ki, soruşurlar, incəliyirlər. Amma qədərə gəldikdə bir sual verdin, cavabını verdi. Sualın ardınca ikinci sual verdikdə ondan qəzəblənərdi. Çünki qədər mövzusu iman gətirilən bölümə daxildir. Yəni, iman nədir? Biz nəyə iman etmişiksə, onun barəsində onu biz görmürük. Yaxşı məlumatlı deyilik. Ona görə biz iman gətirmişik. Allah. Biz Allaha iman gətirmişik. Biz Allahı tapmamışıq ki. Biz Allahı yaşamırıq ki, İslam şərtləri kimi namaz, oruc, zəkat. Bax, biz bunları yaşayırıq. Namaz qılırıq, oruc tuturuq. Amma imanın şərtlərinə gələndə isə Allah birinci şərtdir. Biz Allahı görməmişik ki, heç ona toxunmamışıq da. Heç onunla söhbət də etməmişik. Biz danışmışıq, onun bizimlə danışığını eşitməmişik. Amma bir gün görəcəksən və danışacaqsan və səninlə danışacaq. Səsini eşidəcəksən. Amma bu gün o bizə qeybdir. Ölümdən sonraki həyat da belə. Ölümdən sonraki həyata iman etmişik. Ateistlər inanmır. Biz inanırıq. Və amma heç bir məlumatımız Rəsulun xəbərindən, kitabda gələn məlumatdan başqa, yəni heç birimiz onu görməmişik. Deməli, görmədiyin, toxunmadığın, bilmədikləri və inanmağa iman deyirlər. Qədər də bu bölümdəndir. Biz qədərimizi oxumamışıq. Yəni, biz talihimizi oxumamışıq ki, başımıza nələr gələcək. Bilmirik. Bir həyat yaşayırıq. Amma Allah isə hər nəyi bilir. Təsəvvür edin, səhabələr soruşurlar, ey Allahın Rəsulu, biz bugün yaşayırıq. Bu, indi yaşayırıq. Hadisələr indi davam edir. Yoxsa biz yaşamışıq, hər nə bitib. Allahın Rəsulu deyir, biz və bütün bəşəriyyət yaşayıb, hər nə bitib, cənnət əhli cənnətdədir, cəhənnəm əhli cəhənnəmdədir. Sahabələr dəhşətə gəlirlər bu sözdən. Yəni, hər şey bitibmi? Deyir, Allah üçün bəli. Allah üçün bitmişdir. Bizim üçünsə indi davam edir.
Sanki bu bir filmdir. Allah buna baxıb, sən isə indi baxırsan. Estağfirullah, ola bilsin ha, bu bənzətmə düzgün olmasın. Yəni, daha dəqiq anlayaq deyə bu misalı gətirirəm. Yoxsa Allah filmə baxır kimi deməyək. Belə bir yəni sanki filmə sən indi baxırsan. Çünki sən filmə birinci dəfə baxanda həyəcan keçirdirsən. Çünki bilmirsən bir saniyə sonra nə baş verəcək. Həyatımız da belədir. Bilmirəm ki, nə baş verəcək. Ona görə biz həyatda həyəcanlıyıq. Görəsən nə olacaq? Görəsən nə olacaq? Allah üçünsə görəsən yoxdur. Hələ görür Allah. Bu, müasir kuantum fizikasında da belədir. Einsteinə görə zamanın keçmişi, gələcəyi yoxdur. Einstein bunu tam sübut edə bilməsə də, müasirlər bunun üzərində ciddi şəkildə dayanaraq bundan başqası deyirlər ki, zaman keçmişi, gələcəyi yoxdur. Zamanın bükümü var. Yəni, zaman bütovdur. Bizim bütün səhnəmiz hamısı vardır. Yəni, eyni zamanda 100 yaşımız da var, 1 yaşımız da var. Bu Allahın önündədir. Allah bizə baxdıqda doğumumuzu da görür, ölümümüzü də görür. Hadisələri eyni vaxtı görür. Və nədənsə Einstein də bunun üzərində mübarizə, ciddi iş aparırdı ki, zaman biz bükümə düşürük. Bir bükümə düşdükdə biz bugünü yaşayırıq. Əslində, hələ o zaman səhnəsində bizim bütün həyatımız vardır. Buna paralel həyat da deyilir fizikada, müasir fizikada, yəni kuant fizikasında. Paralel həyat. Yəni sənin həyatının hamısı eyni vaxtı vardır. Ona görə bəzən buna bir sübutdur, dinlə buna sübutdur. Yusuf əleyhissalam 20 neçə il sonra baş verəcək hadisəni həmən gün yuxuda görmüşdü. Və tarixdə də neçə hadisələr vardır ki, bəlkə də dinləyicilərin içində də bu yaşanıb, böyük ehtimal yaşanır. Çünki hər kəsin həyatında bu səhnə baş verir. Sən uşaqlıqda bir yuxu görmüşdün, gələcəkdə o yuxun həyata keçdi. Misal üçün, evlənəcəyin bir oğlanı mı, bir qızı mı yuxuda görmüşdün, bilmirdin ki, o kimdir. Gələcəkdə o hadisəni gerçəkləşəndə sən deyirsən, aman Allahım, eyni gördüyüm hadisə idi. Bu sübut edir ki, sənin bütün həyatın eyni vaxtı vardır. Sənin xəbərin yoxdur. Ona görə də dəyərli insanlar, qədər mövzusunda, yəni dərslərimiz tez-tez olur ki, çünki bu nə qədər də olsa bu qədər mövzusunda dərslər, həmişə insanlar buna susuyurlar. İnsanlar bu barədə məlumat istəyirlər. Çünki bizim üçün çox maraqlıdır. Görəsən nə olacaq? Görəsən nə olacaq? Hətta kahinlər Firona dedilər ki, səni gələcəkdə öldürəcək adam bugün doğuldu. Bu Allahın kitabında qeyd alınmışdır. Bu yalan, nağıl deyil. Təsəvvür edirsiniz, hələ illər sonra, neçə illər sonra Fironu öldürəcək adamın doğulduğu məlumatı verildi. Musa aleyhissalamın doğulduğu və düz də məlumat verilmişdi. Musa aleyhissalam doğulmuşdu. Deməli, belədir dəyərli insanlar. Bizim bütün qədərimiz, talihimiz Allahın huzurundadır. Və Allah onu görür. Sənin yaşamağını, səhnəni Allah üçün aydındır. Bizə aydın deyil. Ona görə də biz bu qədər mövzusunda çox da incələmə aparmayaq. Çünki o məsləhət olsaydı, Allah onu bizə bildirərdi. Allah bizə ağıl vermişdi. Hələ ağlı ona görə vermişdi ki, sən düşün,
ölç, bit. Dininə görə, gələcəyinə görə, əgər cənnət arzulayırsansa, Allahın dediyini et. Şeytanın dediyini etmə. Səbirli ol, harama düşmə, doğru işlər gör, peşəni öyrən, cürətli ol, o işi gör. Allah nə yazıb, o olacaq, düzgün söz deyil. Allah nə yazıb, o olacaq, onu Allah bilir. Amma sənin üçün isə həyatı sən öz düşüncələrinə görə seçim edirsən, sənin seçimini Allah bilib yazır. Allah özü yazmayıb ki, bu biri narkoman olsun, o birisi isə dindar olsun. Biri əxlaqsız olsun, biri ismətli olsun. Allah yazmayıb. Bunu Allah yazsaydı, daha niyə o bədbaxtı cəhənnəmə salırdı ki? Allah yazıb, o da olub əxlaqsız. O neynəsin? Deməli, Allah heç vaxt yazmaz əxlaqsız olsun. Allah sənə seçim verib. Sən seçirsən o yolu. Ya doğrunu, ya yanlışı. Sən seçirsən. Ona görə də bilmədən atdığın yanlış addımı Allah bağışlayır. Çünki bilmədin, amma sən planlı şəkildə yanlış bir addımı atırsansa, onun cəzasını çəkirsən. Deməli, qədəri Allah yazsa da qabaqcadan, Allah sənin seçimini yazıb. Bax, budur məsələ. Qədər məsələsində bunu unutmayaq. Allah sənin seçimini yazıb. Yəni, bir insanla sən evlənəcəksən, sən bilmirsən kimlə evlənəcəksən. Elə şey yoxdur. Sən seçirsən evlənəcəyin adamı. Allah isə səni kimi seçdiyini qabaqcadan bilir. Bu, bəs necə bilir? Biz onu nə bilərik ki? Elə biz də bilsəydik, biz də ilah olardıq da. Nauzubillah. Yəni ki, biz hardan bilərik ki? O Allah elmidir. O Allahın elmidir. Allah bilir, sən nəyi seçəcəksən? Səbirli olub, namusunla yaşayıb, Rəbbinə qovuşmağı seçəcəksənsə, Allah yazıb. Bu cənnət əhlidir. Allaha məlumdur, sən cənnətə gedəcəksən. Sən küfrün içində olsan da Allah bilir ki, sən cənnətə gedəcəksən. Təsəvvür edin, bir qrup insan var idi, Allahın Rəsulu onlara bəddua etmək istədi. Allah dedi, dur, onlara bəddua etmə, sən öz işinlə məşğul ol. Təsəvvür edin, Allahın Rəsulu tez qunutu saxladı. Qunut tutmuşdu, bəddua edirdi. Qunutu saxladı, bir daha etmədi. Amma üstündən zaman keçdi. Həmən adamların içində neçə nəfəri müsəlman oldu. Deməli, Allah onu görür İslama gəlməsini. Peyğəmbər görmür. Peyğəmbər görmürsə, biz hardan görərik ki? Deməli, qədər insanın seçimidir. Allah isə bu seçimi qabaqcadan görür. Ümumilikdə, dəyərli insanlar, sadəcə olaraq bir məlumat kimi deyildi ki, yəni qədər, alın yazısı, deyilən şeylər bu o deyil. Yəni Allah nə yazıb, o özü baş verir. Yox, yox. Allah sənin seçimini bilir və yazıb, bu məlumat kimi deyildi ki, yəni qədər məsələsində Allaha böhtan atmayaq. Və sonra da ateistlərin əlinə fürsət verməyək. Ki, ateistlər də deyir, elə Allah yazıb, sizi elə cəhənnəmə də salan Allahdır onda. Ki, yəni onlar belə iddia irəli sürürlər. Çünki nadandılar, cahildilər. Bilmirlər, danışırlar. Biz isə həmən vaxtı çarəsiz qalıb çiynimizi sallatmayaq ki, mən bilmirəm, bunu başa düşmürəm, necə olur. Doğrusu ya, Allah yazıb, biz də edirik də, nə edək? Yəni, belə nadanlıq etməyək. Allah bunu belə yazsaydı, daha bizi də mələklər kimi və yaxud da ki, başqa bir ixtiyarı olmayan məxluqlar kimi edərdi. Allah bizə ixtiyar verib. İstəyirsən, get zina et. İstəyirsən, səbirli ol, döz. Deməli, seçimin var. Ümumilikdə biz bilək ki, qədər iki qismdir. Dəyişilə bilən qədər, ona deyirlər qədərül muallaq, dəyişilə bilən qədər.
Bir də var qədəril mubram, dəyişilməyən qədər. Dəyişilməyən qədər dörddür. Rızq, əcəl, xoşbəxtmi, bədbəxtmi olması, bir də kimlik. Bu dörd dəyişmir. Bunların da təfərrüatı biz qədər mövzusunda bunları geniş şəkildə danışmışam. İstəsiz o bir dərsdən bunu götürə bilərsiniz. Daha üzərində çox dayanmaq. Yəni bu rızq nədir, əcəl, əcəl yəni ölüm. Yəni ölüm dəyişmir. Onu sən dəyişə bilməzsən. Ay sağlam yaşadı, çox yaşadı. Bunu yesən çox yaşayacaqsan. Heç belə şey yoxdur. Biz ona iman etmişik. Yeməklə insan çox yaşamır. Yəni insanı çox yaşadan yemək deyim. Çox yaşamın müddəti Allah təyin edir. Amma bəs bizə Allah tələb edir axı bizdən sağlam ye. Dərslərimiz də elə bundan gedir. Sağlam yeyək, sağlam hərəkətlər edək, sağlam mühitdə yaşayaq ki, çox yaşayaq. Yox, yox. Sağlam yaşayaq. Yəni Allah sənə 60 il yazıbsa, sən 60 il yaşayacaqsan. İstəyirsən dünyanın ən sağlam qidaları ilə qidalan, heç bir dərdin olmasın, öləcəksən. Allah yazan vaxtı. Və yaxud da ki, istəyərsən belə hansı hərəkət edirsən, et, ölməyəcəksən o yaşın çatmadıqca. Amma başı pozuqluq edib də çılğınlıq edərsənsə, qəza törədərsən, şikəst olarsan, Allahın yazdığı ömrün sonuna qədər sürünərək yaşayarsan, xəstə kimi yaşayarsan, sağlam yeməzsən, tez qocalarsan, qoca yaşayarsan, amma Allah yazan qədər yaşayarsan. Ona görə də əcəlin müddəti dəyişmir. Amma ki, sağlam yaşamaq var, sürünərək yaşamaq var. Tövsiyələr buna görədir ki, sağlam yaşayaq, həyatımıza dad qataq, gözəl yaşayaq. Bu, dəyişməyən qədərdir, 4. Bu 4-dən başqa bütün həyatımız dəyişə bilər. Dəyişə bilər. Bax, misal üçün, heç vaxt həyatda kiməsə gülmə. Başına iş gəlmiş adama gülmə. Yoxsula, xəstəyə, əccəb oldu. Qoy ondan da pis olsun. Heç vaxt, heç kəsə bu sözü demə. Çünki dediyin sözdə haqsız olarsan, o sənin başına hökmən gələr. Deməli, sənin sözünə görə o sənin başına gələndə, deməli, bu qədəri sən yazdın özünə. Güldün xəstəyə, yoxsula, yoxsulun geyiminə güldün, onu utandırdın və yaxud da ki, onu yeməyivin qalıqlarını qabağına heyvan kimi ataraq özünü qəhqəhə çəkdin ki, sən şənlənirsən, düşündün ki, bəzi insanlar da belə səhv edəndən sonra gülə-gülə, özdə gülə-gülə deyir, Allah bizi bağışlasın, yaman güldü ya, Allah bağışlasın, bəlkə də həddimizi də aşdıq biraz. Əslində bunun üzrü günahından da böyükdür. Belə üzür götürməzlər. İnsan üzür götürəndə üzünü yerə sürtər. Həmin adamın qabağında. Göz yaşı tökər. Özünü alçaldar ki, çünki nə qədər özünü üstün tutmuşdun, üstünlüyündən də artıq özünü alçaltmasan, sən bağışlanmayacaqsan. Başına gəlməsə ölməyəcəksən. Bunu Allahın Rəsulu buyurmuşdu. Bir insanın başına utanc verici bir iş gəlsə, ona gülərsənsə, Allah sənin başına gətirməmiş, səni öldürməz. Deməli, heç kəsə gülməzlər. Hətta nifrət etdiyin adam olsa belə, heç vaxt zəifə gülmə, heç vaxt xəstəyə gülmə, çarəsiz insana gülmə, yoxsula gülmə. Hətta onlarla o qədər ciddi, ehtiyatlı davranmaq lazımdır ki, ey Allahın qulları, baxın, sədaqə vermək istəyirsən, sən öz halal pulunu cibindən çıxartmısan, gedib bir yoxsula vermək istəyirsən, Allah şahiddir ki, sən gərək o qədər həssas olasan ki, o qədər plan cızasan ki, mən bu adamla necə davranım, bunu ona necə verim ki,
o sevinsin, o utanmasın, o kədərlənməsin. O sabahları evində düşünməsin ki, mən buna da ağız açmalı. Bu da gəldi mənə yardım etdi. Yəni elə etmə. Elə et ki, o desin, o sevə-sevə onu səndən alsın ki, yəni bu qədər etmək lazım deyil idin. Nə olsun, sən mənə yaxşılıq edirsən. Mən utanmaram, ver. Qoy utanmadan alsın. Ona geyim verirsənsə, misal üçün, de, almışdım, bir nəfər də bunu mənə hədiyyə verdi. Demirəm yalan danış, ha, sözü düzəlt ancaq. Mən duruma görə deyirəm, indi biz bütün detalları deyə bilmərik buradan. Duruma görə. Yəni, bir dənə də məndə artıqdır. Bunu istəyirəm səninlə paylaşam. Yoxsa, gördüm əynində köynən yaxşı deyil, sən cimidən almışam, bunu gey, ayıbdır, onu daha geyməyəsən. Heç vaxt o sözü deməzlər. Ayıb deyil. Hətta o, çılpaq gəzsə belə ayıb deyil. Çünki onun yoxudur. O, səfehlikdən belə gəzmir. O, buna məcburdur. Yəni, bütün yaxşılıqları elə et ki, onun ruhu inciməsin. O, utanmasın. Və qəlbləri qırarsansa, hətta yaxşılıq ilə olsa belə, başına gəlməmiş ölməzsən, ey Allahın qulu. Ona görə bəzi insanlar öz həyatını yazır. Ağıllı insanlar özünə elə həyat yazdırır ki, o, bütün həyatı səadət içində yaşayır. Səadət zənginlik deyil, ha. Yoxsul olsa belə şərəflə yaşayır. Sevinc içində yaşayır ki, mən kiminsə qəlbini qırmadım. Kiminsə namusuna sataşmadım. Öz namusunu qoruyursansa, başqasının da namusunu qoru ki, sənin namusun qorunacaq. Xəstələrə gülmə ki, Allah səni xəstələndirib, o əziyyəti sənə çəkdirib və kimisə də sənə gülməsinə rəvaz verməsin. Ona görə bizim özümüz üçün yazdığımız qədər bölümünə daxildir bunlar. Güldüklərimiz, istehza etdiklərimiz. Deməli, bu qədər ki, qadarül mualləq deyirlər, bu bizim planlarımızdır. Bizim düşünərək həyata keçirdiklərimizdir. Yəni, amma əcəl isə bizim əlimizdə deyil. Əcəl bizim əlimizdə deyil. O, Allahın yazısıdır. Rızq da Allahın yazısıdır. Allahın yazısıdır. Yoxsa o sultan övladı olub, mən isə fəhlə oğlu olmuşam. Bəli, bu Allahın seçimidir. Bunu Allah seçib. Səni sultanın övladı olmaq şərəf deyil. Şərəf namusla yaşamaqdır. Ola bilər ki, sultanın övladı olsun, bütün insanlar ona nifrət eləsin. Hamına aid deyil, ola bilər sultan övladıdır, insanlar onu atasından çox sevsin. Hər ikisi mümkündür. Deməli, o insan özü buna seçəcək, özü buna yol açacaq. Yəni, bu amma Allahın seçimidir. Allah isə səni isə yoxsul ailədə doğdurubsa, o xoşbəxtdir, sən bədbəxt deyilsən. Xoşbəxtlik, bədbəxtlik dəfələrlə bu deyilir. Sinədə yaşanır, sinədə. Xoşbəxtlik banklarda yaşanmır. Xoşbəxtlik ciblərdə deyil, var-dövlətdə deyil. Xoşbəxtlik sinədə yaşanır. Könül sevilir, sevir və xoşbəxt olur. Və bəzən ən ucuz yeməklə insan xoşbəxt olur. Necə ki, bizlər uşaqlıq dönəmlərimizi xatırlayanda, az yaşlı vaxtı etdiyimiz o çılğın hərəkətlər, nə bilim, ağacdan meyvə dərib qaçmaq kimi, yəni ən ucuz yeməklər belə bizə səadət verirdi. Amma insanlar həmən o meyvənin ən gözəlini kilolarla qabağına qoyur, göz yaşı ilə yeyə bilmirik. Nə yaxşı həzm edə bilir, nə normal həyat yaşaya bilir. Deməli, var-dövlətdə deyil səadət. Səadət könüldə yaşanır, sinədə yaşanır. Ona görə də sən kiminsə həyatına baxıb, onun həyatını özün üçün arzulama. Ən gözəl həyatı Allah sənə verib. Ya zənginliyin içində, ya yoxsulluğun içində. Onu sevə-sevə yaşa ki, gözəl bir həyat yaşayasan. Qədərin belə idi deyib, qədərin üzərinə atma. Qədəri biz yazırıq. Daha doğrusu, biz yazdırırıq. Sənin seçimindir, yazıldı. Gözəl həyat yaşayardın. Və bu qədər
Qədər 3 yerdə yazılır. 3 yerdə. 1. Allahın yanında, ərşdə, Loh-u Mahfuzda yazılmışdı. Loh-u Mahfuzda. Subut Ər-Ra'd surəsi 38-ci ayə. Likulli əcelin kitabun yamhullahu ma yasha'u və yusbitu və indehu ummul kitab. Ər-Ra'd 38. Hər bir əcəl yazılmışdı. Allah nəyi istəsə silir, nəyi istəsə saxlayır. Bütün bu qeydə düşmüşlər Allahın yanında kitabların anasındadır. Yəni, bütün yazıların anası olan Loh-u Mahfuz deyilən orada qorunur, saxlanılır. Deməli, 1. Allahın yanında. 2. Mələklərdə olan yazı. Mələklərdə, yəni Allah mələklərə sənin nə yaşayacağını göndərməsidir ki, bu da mələklərin də yanında sənin qədərin vardır. Və Allahın yanında olan var, orada heç bir dəyişiklik olmaz. Amma Allah nəyi mələklərə göndərmişdi, orada dəyişiklik olur. Ki, o mələklərə göndərilən Qədr gecəsi göndəriləndir. Ki, mələklərin kitabına daxil olur. Mələklərin kitabında olur o. O, mələklərin kitabındakı isə sənin qədərin dəyişilə bilər, sənin seçiminə görə. Bayaq danışdıqlarımız kimi. Kiməsə güldün, sənin qədərinə yazıldı. Bu, bunun da başına gəlməlidir. Yazıldı ora. Və yaxud da ki, sən birinə yaxşılıq etdin, orada sənin başına gələcək bir pislik götürüldü. Ki, bu cüra səxavətli iş görürsə, qoy bunun da başına bu sevinç verici bir hadisə gəlsin. Dəyişdirilə bilir. Yəni, bunlar dəyişir bizim həyatımız kimi. Yəni, sən seçirsən həyatını. Maşını yüksək sürətlə sürəndə Allah nə yazıb, o olacaq deyil. Maşını qəza törətsən, qolun qıçın sınsa, həm əzabını çəkəcəksən dünyada, həm də Allahın yanında Allahın qaydasını pozduğuna görə və Allaha şər atdığına görə ki, Allah yazdı, bu da baş verdi, onun da cəzasını çəkəcəksən ki, Allaha iftira atdın. Allah niyə yazsın ki, sənin başına müsibət gəlsin, əgər sən onu qazanmamısansa? Bəli, deməli, 2. Mələklərin yanında olandı. Necə ki, bu da Qur'an-ı Kərimdə Qaf surəsi 17-ci, 18-ci ayədə keçir ki, İzə yətələqqəl mütələqqiyəni anil yəmini və anil şimali qa'id. Sizin sağınızda da, solunuzda da şahidlər oturmuşdu. Mə yəlfizu min qavlin illə lədeyhi raqibun atid. Siz nəyi danışırsınızsa, bütün danışdıqlarınız qeydə alınır. Deməli, mələklər bizim yaşadıqlarımızı qeydə alır. Yaşadıqlarımız nədir? Onlar bizim qədərimizdir. Üçüncüsü isə bizim alın yazı dediyimizdir. Yəni, o yaddaş bizə otuzdurulub, beynimizə otuzdurulub, beynin ön hissəsinə, yəni alın hissəsinə otuzdurulmuş yaddaşdır ki, əslində biz nəyi yaşayacaqsa, o bizim beynimizə oturulmuşdur. Yaxşı, biri Allahın yanındadır, biri mələyin yanındadır, biri də məndədir, səndədir, yəni hər kəsin özündədir. Niyə bu bəs belədir? Allahın bir yanındakı bəs deyil. Allaha bunların heç birinə ehtiyacı yoxdur. Amma Allah o qədər ədalətlidir ki, mühakimə edərkən, bax, sənin alnına otuzdurulmuş yaddaşı ortaya qoyacaq, mələklərin əlindəki kitabı ortaya qoyacaq və özünün də yazdığı Loh-u Mahfuzdakı məlumdur. Və sənə üçünü də sübut edəcək ki, bax, ey qulum, bax, bunları sən yaşamısan. Bax, bunları sən seçdin. Sən etdin və bunlar da baş verdi. Bax, bu mənim yazdığım, bu mələkdəki, bu da səndə olan kitab. Gör, bunların bir-birinə ziddiyyəti varmı? Heç bir ziddiyyəti yoxdur.
elə sübut olunacaq ki, məhkəmə. Hətta Allah Subhanahu taala Qur'an-ı Kərimdə deyir ki, cəhənnəm əhlinə deyiləcək, oxu kitabını. Hara lazımdırsa get. Onlar öz kitablarını oxuyub cəhənnəmə doğru gedəcəklər. Yəni Allah elə sübut edəcək ki ona, onun deyə biləcək heç bir kəlməsi olmayacaq. Hələ öz kitabını oxuyub deyəcək, mən cəhənnəm əhliyəm, gedəcək cəhənnəmə. Allah bizi onlardan etməsin. Dəyərli müsəlmanlar, qədər mövzusu çox dərin və insana məlum olmayanıdır. Bizə məlum olanlar Allahın kitabından, Rasulullahın hədislərindən olan ki, bəzi detallarla özümüzə bir təsəlli olaraq bu barədə danışırıq. Ona görə də heç vaxt, heç kəs belə düşünməsin. Allah nə yazıb, o olacaq, bu da ağzına nə gəldisə danışsın. Əlinə nə gəldisə etdi. Belə doğru deyil. Sən seçim et, düşün, bax, gör bu iş nə qədər doğrudur. Doğru olanı et. Və bacardığın işi gör. Tənbəllik etmə, o işə qalx, Allaha təvəkkül et ki, Allah bu işi sənin üçün xeyirli etsin. Və sonunda nə baş verdisə, o sənin qədərindir, sənin seçimin. Qaldı ki, bəzi işlərdə Allah bizim qədərimizə müdaxilə edir ki, bəzən, daha doğrusu qədərimizə yox, hərəkətlərimizə ola bilsin, müdaxilə etsin. Yəni, səni qoymasın. Sənin bir planın var idi, Allah qoymadı sən onu edəsən. Bu ola bilər, bu Allahın proqramıdır. Bizim ondan nə başımız çıxır, nə də cürətimiz çatar ona. Yəni, bu bizim bilməyəcəyimiz bir işlərdir. Haçan Allah bəzi işləri qoymur. Haçan isə icazə verir, buraxır, qoy nə istəyir, qoy etsin. Zaten cənnət var, cəhənnəm var, gəlib düşəcək. Deməli, bu Allahın seçimidir. Biz onları bilməliyik. Ona görə də biz ağlımızı işlədək, həyatımızı buna görə yaşayaq. Və nəyi seçəcəyiksə, onlar bizim qədərimizdir. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.